İşiniz avanda olsun. İşləriniz necə gedir? Yaxşıdır. Həmişəki kimi. Kompüterin şifrəsinin vaxtı keçib. Yeni şifrə yaradacağam. Uğur olsun. Görəsən, şifrə üçün nə fikirləşsəm? Asan yadda qalan şifrə olsun. Sizin üçün asan, lakin başqalarının tapması üçün çətin olsun. Yaxşı. Elə isə 1, 2, 3, 4, 5, 6, 7, 8 olsun. Elə şifrə olar mı? Herkes bu şifrəni asanlıqla tapa bilər. Necə biləcəklər ki? Boş ver getsin. Yaddan çıxmasın deyə bura qeyd edim. Xeyr, bu hərəkətiniz doğru deyil. Onsuz da şifrenizi hamının tapabileceği şekilde kurdunuz. Sanki bu hareketiniz azdır, şifrenizi hamının görebileceği açık yere yazdınız. Heç nə olmaz. Kimə mənim şifrəm lazımdır ki? İcazə verin, ayaq yoluna gedim. Bir dostum da müştərilərimizin məlumatlarını istəmişdi. O indi burada olmadığı üçün onun kompüterindən ortaq sahəyə qoşulub məlumatları alın. Qoy mənim yerimə onun başına gəlsin. Çox yaxşı. Şifrəsi də budur. Ölkəmizin nüfuzlu qurumlarından birinə aid bütün müştəri informasiyası internetə düşdü. Bütün müştərilər qurumu məhkəməyə verdi. Siz şifrəni hər kəsin görə biləcəyi yerə yazmısınız. Günahkar sizsiniz. Siz dostunuzun kompüterindən xəbərsiz istifadə etmisiniz. Bu kifayət değilmiş kimi siz müşteri məlumatlarını paylaşırsınız. Siz özünüz üçün asan ve başkaları için tapmaq çətin olan şifreler yaratmalısınız. Şifre kurarken müxtəlif üsullardan istifadə edə bilərsiniz. Misal üçün, bir elin neyi var, iki elin sesi var. Siz atalar sözünü aşağıdaki şekilde şifreye çevirebilirsiniz. 1-E-N-V, virgül, 2-E-S-V. Veya bugün dostumla saat 7'de kinoya gideceğim. BDS-7-KG kimi asan yadda qalan cümləni sizin üçün şifreye çevirebilirsiniz. Qarışıqlıq nə qədər çox olarsa, şifrenizi qırmaq bir o qədər mümkün olmayacaqdır.